1990-cı illər və Azərbaycan dağılmaq ərəfəsindədir. Sovetlər dağılır, həmçinin Azərbaycan Sovet Respublikası dağılır. Yəni burada artıq birlikdən falandan danışmağın yeri yoxdur. Bura dağılmaq ərəfəsindədir və Heydər Əliyev gedir Naxçıvana və burada onun ilk ağlına gələn olur ki, Naxçıvanda öz respublikasını yaratmaq. Hələ ona Rusiyadan təklif gəlməyibdi, Türkiyədən təklif gəlməyibdi. Və onun ilk ağlında olan şey Naxçıvanın müstəqilliyini elan etməkdir. Lakin bu məsələdə Heydər Əliyev tələsmirdi. Yəni Naxçıvanı separatçı bir qurum kimi Azərbaycandan tamamilə ayırmağı da tələsmirdi. Bunun üçün Heydər Əliyev yardımlara almağa başlayır. Bu yardımlar nədən ibarət idi? Deməli, ilk olaraq Heydər Əliyev İrana müraciət edir və İrandan yardımlar almağa başlayır və İranın həmin vaxtki hökuməti Heydər Əliyevə çoxlu yardımlar etməyə başlayır və bu yardımların arasında ilk olaraq qaz kəməri çəkilir. Bu rəsmi sənədlərdədir. Yəni kimin şübhəsi varsa, getsin Azərbaycan rəsmi sənədlərindən baxsın, hətta bəzi informasiyaları Google üzərindən də tapa bilərsiniz. İlk qaz kəməri çəkilir Heydər Əliyevin dövründə Naxçıvana və bu qazın böyük bir hissəsi pulsuz gəlir. Daha sonra Heydər Əliyev İrana gedir və orada xahişlər etməyə başlayır ki, məni maliyyələşdirin, mənə kömək edin. Mən İslami bir ölkə quracam, narahat olmayın. Bunu Heydər Əliyev deyib. Bunun sənədləri var. Və bundan sonra Əliyevə əlavə yardımlar gəlir. Bura şəkər, un məmulatları və digər əsasən xam mal ixrac edilməyə başlayır pulsuz olaraq Azərbaycana. Həmçinin Heydər Əliyevə birbaşa İrandan $140.000, həmin dövrün pulu ilə müqayisə edirəm, dollar dəyərində İran pulu verilir. Və bu pul qarşılıqsız verilir. Nə bu kreditdir, nə bu borcdur, bu heç bir şey. Yəni qarşılıqsız İran verir Heydər Əliyevə. Heydər Əliyevi maliyyələşdirir, belə deyək. Və Heydər Əliyev də bu pulla, yəni bu $140.000 dəyəri olan bir pulla İrandan məmulatlar almalı idi. İrandan lazımı qida və yaxud da başqa vasitələr almalıdır. Təbii ki, Heydər Əliyev bunu qida üçün, başqa şey üçün xərcləmir və əlavə olaraq İrandan yenə də bir çox məsələləri xahiş eləyir.